Çinin ABŞ-dan maliyyələşdirilmiş təbii qaz idxalı 10 həftədən çoxdur tamamilə dayandırılıb. Bu barədə Financial Times məlumat yayıb. Qeyd olunub ki, bu Çin və ABŞ arasında ticarət müharibəsinin enerji sektoruna da sirayət etdiyini nümayiş etdirir. Məlumata görə ABŞ-dan sonuncu maye qaz yüklənmiş gəmi 6 fevralda yola düşüb. Ancaq gəmi hələ yolda olarkən 10 fevralda Çinin ABŞ-a cavab olaraq tətbiq etdiyi 15%lik tarifə görə Bangladeşə yönəlib. İndi isə tariflər daha da qalxıb və Çin istehlakçıları üçün ABŞ maye qazı sərfəli deyil. Ekspertlərin fikrincə bu, Çin və Rusiya arasında enerji sahəsində əməkdaşlığı gücləndirəcək.